herkese, hər vaxtınız xeyir olsun. Mən sizin riyaziyyat və informatika müəlliminiz Aynura Fətəliyeva. Bugün mən sizə informatikadan hər kəsin yaralı yeri olan klaster sualının izahını verəcəm. Sualın izahını keçməzdən əvvəl gəlin biz görək hələ bir klaster nədir. Deməli gənclər, yəqin ki hər biriniz hard diskin və yaxud ki hər hansı bir diskin fiziki strukturunu bilirsiniz. Bilirsiniz ki disklər fiziki və məntiqi olaraq hissələrə bölünür. Fiziki olaraq hissələrə bölünmədə biz sektordan, klasterdən və cığırlardan danışmışdıq. Bilirik ki, diskin məlumat yazılan ən kiçik ünvanı sektordur. Sektorlar çox kiçik olduğu üçün sektorlar qrupuna, yəni klasterlərə müraciət olunur. Gənclər, mən bu klaster məsələsini tələbələrimə hər zaman soyuducu, necə deyərlər, real həyatdan soyuducu ilə nümunə çəkirəm. Nə mənada nümunə çəkirəm? Biz bilirik ki, soyuducunun içərisinə biz əşyaları, ərzaqları müəyyən qablara, paketlərə yerləşdirərək qoyuruq və disklərin də içinə məlumatlar müəyyən sanki qablarda, klasterlərdə yerləşdirilir. Yəni, bir faylın bütünlükdə və yaxud da ki, faylın hissələrinin yerləşə bilməsi üçün lazım olan sektorlar qrupuna klaster deyilir. Yəni, ya faylın hissələrinin, ya da ki, faylın özünün tam şəkildə yerləşə bilməsi üçün biz istifadə edirik klasterlərdən. Və biz bilməliyik ki, hər bir faylı bir klasterə ancaq bir dəfə yaza bilərik və fayl da diskdə klaster qədər yer tutur. Yəni, sanki disklərə biz faylı klasterlərdə yerləşdiririk. Klaster sanki qabdır, fayl isə onun içində olan hər hansı bir ərzaq. Gənclər, sualımız belədir. Hər birinin həcmi 14 kilobayt olan 2 mətin faylına, hər birinin həcmi 9 kilobayt olan 5 səs faylına və hər birinin həcmi 1 kilobayt olan 6 qrafik faylı kompüterin yaddaşında saxlamaq üçün neçə kilobaytlıq yaddaş sahəsi lazımdır? Standart halda da bizim üçün verir ki, bir klasterin həcmi 6 kilobaytdır. Yəni, sanki qabımızın həcmi 6 kilobaytdır. Gənclər, qəti olaraq burada bütün faylların həcmini ümumilikdə tapıb, sualın cavabını tapmağa çalışmayan yanlarsız. Biz hər bir fayla ayrı-ayrı nəzər yetiririk, görək o neçə klasterə yerləşir. Çünki bilirsiniz ki, bir faylı bir klasterə ancaq bir dəfə yazmaq olar. Yəni, siz bir klasterə bir neçə fayl yerləşdirə bilməzsiniz. Demək gənclər, faylımızın həcmi 14 kilobayt. Klasterimizin həcmi isə 6 kilobaytdır. Sanki belə düşünün, sizin 14 litrlik bir südünüz var. Onu 6 litrlik qablara yazarkən sizə neçə qab lazımdır? Baxın, 14 kilobaytlıq faylı 6 kilobaytlıq klasterlərə yazıram. 14-ü 6-ya bölürəm. Baxın, 6 kilobayt birinci, 6 kilobayt ikinci, 6, 6, 12. Növbəti 2 kilobayt isə 3-cü klasterə yerləşir. Sanki baxın, 14-ü bölürsünüz 6-ya, düşür 2 dəfə, qalıq da qalır 2. Yəni, artıq qalıq varsa, deməli bu 3-cü klasterə keçir. Aydındır? Yəni, 14 kilobaytlıq faylı 6 kilobaytlıq klasterlərə yerləşdirirsiniz. 6 kilobaytlıq qablara. Sizə lazımdır 3 dənə klaster, yəni 3 dənə qab. Aydındır? Və biz də dedik ki, fayl diskdə klaster qədər yer tutur. Və bizim faylımız əgər 3 klasterə yazılıbsa, 3 dəfə 6 kilobayt, bir klasterin də həcmi 6-dır. Deməli, bu faylımız diskdə nə qədər yer tutur? 18 kilobayt. Və gənclər, bunu qısa olaraq bu şəkildə yadda saxlaya bilərsiniz. Bu qədər həngaməyə gerək yoxdur. Baxın, bizim faylımızın həcmi 14-dür. Klasterimizin həcmi 6-dır. Hər zaman faylın diskdə tutduğu yer klasterə tam bölünməlidir. 14 isə 6-ya tam bölünmür. Bu zaman nə fikir verirsiniz? 14-dən sonra 6-ya tam bölünən ədəd hansıdır? 14-dən sonra 6-ya bölünən ədəd 18. Doğrudan da biz də zaten cavabımızı nə eləmişdik? 18 tapmışdıq. Yəni, gənclər, bu tip suallarda 5 saat həll etməyə gərək yoxdur. Yenə də deyirəm, həlli də odur ki, 14-ü 6-ya bölürük, 2 dəfə düşür, qalır. Artıq o 3-cü klasterə keçir. Fayl da diskdə klaster qədər yer tutur. Bir klaster 6 kilobaytdırsa, 3 klasterdə 3 vur 6 kilobayt, 18 kilobaytdır. Amma bunun ən asan qaydası nədir? Faylın diskdə tutduğu yer klasterə tam bölünməlidir. 14 6-ya bölünmür. 14-dən sonra 6-ya bölünən ədədi götürürük, yəni 18-i. Uzun sözün qısası, bizim mətin faylımızın biri diskdə 18 kilobayt yer tutur. Bəs 2 mətin faylı nə qədər yer tutar?
2 vur 18 kilobayt. Aydındır. İndi bunların birlikdə ümumi yaddaşını soruşur. Digərlərini də bir-bir hesablayıb mən toplayacağım. Növbəti bizim səs faylımız var. Faylın birinin həcmi 9 kilobaytdır. İndi öyrəndiyimiz qaydaya əsasən, əgər faylın həcmi 9 kilobaytdırsa, klasterin də həcmi 6 kilobaytdırsa, faylın diskdə tutacağı yer klasterə tam bölünməlidir. 9 6-ya tam bölünmürsə, 9-dan sonra 6-ya bölünən ədədi götürürük. 9-dan sonra da 6-ya bölünən ədəd nə olacaq bizdə? 12. Yəni 9 kilobaytlıq faylımız 12 kilobayt yer tutacaq diskdə. Səbəbi isə 9-u 6-6 böləndə 2 klasterə yerləşir. Bir klaster 6 kilobaytdırsa, 2 klasterdə 12 kilobayt. Yəni bir dənə səs faylı diskdə 12 kilobayt yer tutdu. 5 dənə səs faylı isə 5 vur 12 kilobayt yer tutar. Nəhayət keçək sonuncu faylımıza. Bizim 6 dənə qrafiki faylımız var. Hər bir qrafiki faylın həcmi 1 kilobaytdır. Yəni eyni prinsiplə gedirəm gəlsə, faylın həcmi 1 kilobaytdır, klasterin həcmi isə 6 kilobaytdır. Və demişik ki, faylın diskdə tutacağı yer klasterə tam bölünməlidir. 1-dən sonra 6-ya bölünən ədəd hansıdır? 6 kilobayt. Deməli, bizim bir dənə qrafiki faylımız diskdə 6 kilobayt yer tutur. Səbəbi nədir gənclər? Baxın, klasterin həcmi, yəni qabın həcmi 6 kilobaytdır. İçindəki faylın həcmi isə 1 kilobaytdır. Mən əgər bu faylı klasterə yerləşdirsəm, o diskdə bir dənə klaster yer tutacaq. Faylda diskdə klaster qədər yer tutur. Bir klasterimizdə 6 kilobaytdır deyə 1 kilobaytımız elə 6 kilobayt yer tutacaq. Sizə bir dənə də ipucu verim. Əgər faylınızın həcmi klasterinizin həcmindən kiçikdirsə, deməli o diskdə bir klaster yer tutur. Faylın həcmi 1-dir. Klasterin həcmindən 6-dan kiçikdirsə, deməli o diskdə bir klaster qədər yer tutur. Yəni 6 kilobayt yer tutur. Nəhayət bir qrafiki fayl 6 kilobayt yer tutursa, bəs 6 ədəd qrafiki fayl nə qədər yer tutar? 6 dəfə 6 kilobayt. Deməli 2-ni 18-ə vururuq, olur 36. 5-i 12-yə vururuq, olur 60. 6-nı 6-ya vururuq, olur 36. Bunların da hamısını hesablasaz olacaq 132 kilobayt. Yəni sualın yekun cavabı 132 kilobayt olmuş olacaq. Ümid edirəm ki, sual sizin üçün aydındır. Əgər aydın olmasa mütləq qeyd edərsiniz. Növbəti videolarda görüşmək ümidi ilə.